Necədir? Belə də. Əsrlərdir fransız mətbəxinin klassikası sayılan kartof grateni pişirdim. Yanında isə fransızların çox məşhur salatını hazırladım. Gəlin göstərim. Toyuqları salat üçün qoydum qızarmağa. Gratin üçün kartofları belə nazik dilimləyirik videoda göstərdiyim kimi və düzürük soba qabına. Kartofları səliqə ilə bir-birinin üzərini tam örtməyə şəkildə düzdükdən sonra keçirik sousu hazırlamaq. Sos üçün süd, duru qaymaq, duz, istiot, muskat tozu və biraz sarımsaq tozu əlavə edib qaçışdırıb tökdüm kartofun üzərinə. Ən sonda isə bolluca Holland pendiri və mən üzərinə biraz da parmezan töküb göndərdim sobaya. Məşhur fransız salatının adı salat improvise. Yəni soyuducuda əlinizin altında nə varsa qatırsız olur salat. Yaxşı, zarafat edirəm, təbii ki belə bir salat yoxdur. Həqiqətən soyuducuda əlimin altında nə var idisə qatdım. Ən sonda üzərinə toyuq dilimlərini və yeni tapıntım olan bu qızarmış soğanları əlavə etdim. Budur, gratenimiz də hazırdır. Dadını mən çox bəyənsəm də qaynanamın reaksiyası fərqli oldu. Ruqiyyə xanım, dadına baxın. Necədir? Belə də. İndi xahiş edirəm qaynanan budundan çıxın. Təzədən dadına baxın. Bir də baxım. Çox dadlıdır. Yox, yaxşıdır.